valideynlər, danışdığım mövzu barəsində çox diqqətli olmağınızı xahiş edirəm. Əziz pediatrlar, əziz sahə pediatrları, uşaqları vaxtında, körpə yaşında mütləq bud çanaq oynağının uzisinə göndərin. Diqqətli olmağınızı tələb etdiyi mövzu budur. Bu gördüyünüz uşaq 2 yaş yarımında olan uşağın bud çanaq oynağının rentgenidir. Və uşaqda qaz yerişi müşahidə olunur. Ananın uşağın yerişi xoşuna gəlmir. Dəfələrlə sahə həkimində, pediatrda olmağına baxmayaraq anaya deyilib ki, narahat olma, heç bir problem yoxdur. Uşağın ayağını yaxınlaşdıranda büküşlər üst-üstə gəlir və bu uşaqda bud çanaq oynağında heç bir problem yoxdur. Baxın, əziz izləyicilər, mən bir səfərində demişdim ki, Rus təbabəti artıq geridə qalıbdır. Bəli, Rus təbabətində idi, o vaxt deyirdilər ki, büküşlər körpə yaşında 40-dan sonra uşağın müayinə etdiyimiz zaman büküşlər üst-üstə gəlirsə, bu uşaqda hər şey yaxşıdır. Xeyr, bu belə deyil. Büküşlər üst-üstə gələ bilər, amma bud çanaq oynağının displaziyası, anadan gəlmə çıxığı müşahidə oluna bilər. Necə ki, bu uşaqda ananın da göstərdiyi kimi büküşlər üst-üstə gəlir, amma rentgen edirik. 2 yaş yarımına qədər bud çanaq oynağının uzisində olmusunuzmu? Yox. Rentgen müayinəsində olmusunuzmu? Yox. Sadəcə bizə deyilib ki, narahat olmayın, heç bir problem yoxdur. Problem çoxdur. Artıq bu uşaqda müalicə edə biləcəyimiz heç bir şey yoxdur. Bu uşaq əməliyyatlıqdır. Bud çanaq oynağı yerində deyil. Hər iki tərəfdən, sağ və sol tərəfdən bud çanaq oynağının çıxığı müşahidə olunur və bu uşaq hal-hazırda bu yaşında əməliyyat olunmazsa, gələcəkdə daha ağır fəsadları var. Ağır dərəcəli skolyoz qaçınılmazdır. Ona görə ki, bu uşağın ayaq uzunluğunda 5 santimdən çox fərq verəcək və buna görə də onurğa əriməsi müşahidə olunacaq. Və buna görə də əziz valideynlər, diqqətli olun, övladınızı 3 ayında bud çanaq oynağının ultrasəs müayinəsindən keçirdin, 2 yaşına qədər mütləq izləyin və əziz sahə həkimləri, əziz pediatrlarımız, xahiş edirəm, büküşlərə deyil, ultrasəs müayinəsinin cavabına inanaq.